maceraları. Salam uşaqlar, necəsiz? Mən də yaxşıyam, mənim qəşəng dostlarım. Baxın, nənəmin ipək yaylığını götürmüşəm. Görün, nə gözəldir. İndi axtaracaq, tapa bilməyəcək. Uçmuşam, bütün gün uçuram bu yaylıqla kənddə, bütün gün uçmuşam. Dedim, necə qəşəkdir. Sonra dedim, bura gəlim. Burada da biraz uçum, göstərim özümü. Salam əziz uşaqlar, necəsiz? Hər vaxtınız xeyir. Cırtdan. Bu nədir belə? Neynirsən? Gəlmisən? Salam Çiçək bacı, necəsən? Salam, necəsən? Yaxşıyam mən. Belə? Bu mənim qanadlarımdır. Nə qəşəng yaylıqdır bu. Nənəmindir. Sən bunu neynirsən belə? Heç nə, Çiçək bacı. Bağlamışam üstümə, qəşəng uçuram. Bu mənim qanadlarımdır. Amma heyifdir Cırtdan, sən bununla oynayırsan. Bu nə gözəl yaylıqdır, ipək yaylıqdır bu. Heyif deyil, ay Cırtdan. Nəyi heyifdir, Çiçək bacı, nəyi heyifdir? Bu köhnədir də, nənəm atmışdı sandığa, belə qoyurdu. Mən də dedim ki, istifadə eləmir onsuz da. Mən bunu istifadə eləyim, dəyərləndirim. Sən nə bilirsən nənən onu istifadə eləmir? Yəqin ki, xüsusi günlərdə istifadə eləyir. Heyifdir, bu bilirsən necə zəhmətli bir, başa gələn bir işdir. Ay Çiçək bacı, bunun naxışlarına bax, nə gözəldir uşaqlar. Parçadır da, səndəki elə yox, bir əziyyətlidir, ipəkdir, nə bilim nədir, yundur. Nə fərqi var, parça parçadır. Çox fərqi var. İpək çox dəyərli bir parça növüdür. Sən bilmirsən bunu. Nənəmin yəni o qədər pulu var ki, gedib bahalı bir şey alıb. Yox, pul məsələsi deyil. Onun çətinliklə başa gəlmək məsələsidir. Yəni o dəyərlidir deyəndə, yəni ki, onun belə düzdür, həm pul baxımından da dəyərli olur, amma bunu özünün başa gəlməyi, əmələ gəlməyi o qədər çətindir ki, ona biz onu ta o əlimizə çatınca nə qədər proses keçir. Onu sonra səninlə danışacağam. Deyirəm, gedək tapmacaya. Gedək. Tapmacadan sonra bunun hamısını sizə başa salacağım. Uşaqlar, aşağıdakı nömrələr yaddan çıxmasın. Tapmacanın cavabını tez ora yazın. Getdik uşaqlar. Getdik tapmacaya. Dostlar, Cırtdan bu gün də gəlib sizə tapmaca deməyəm. Ağ çala, qara toxum, əlim ilə əkərəm, dilim ilə biçərəm. Görəsən nədir bu? Öz uşaqların hamısı bundan istifadə edir. Bu biraz kömək elədim. Tapmaq istəyirsiniz, cavabı cəld aşağıdakı nömrələrə göndərin tez. Cırtdan, istəyirəm uşaqlara, bugün sənin nağılını danışım. Nənə, mənim nağılımı danış, nə yaxşı. Biri var idi, biri yox idi. Bir nənənin balaca bir nəvəsi var idi. Onun adı Cırtdan idi. Bir gün dostları gəlib qapını döydülər və dedilər, Cırtdan, biz meşəyə gedirik, bizimlə gəlmək istəyirsən? Cırtdan sevindi. Ay nənə, nə olar, qoy mən də gedim də meşəyə. Nənəsi güldü və dedi ki, gedə bilərsən. Amma getməmişdən qabaq həm Cırtdana, həm onun dostlarına yağlı çörək verdi. Uşaqlar yola düşdülər və meşəyə tərəf yollandılar. Biraz getmişdilər ki, gördülər,
Cırtdan gəlmir. Dedilər, ay Cırtdan, sən niyə gəlmirsən? Cırtdan dedi, yorulmuşam. Nənəm sizə yağlı çörək vermişdi. Siz də gərək məni öz belinizə alıb aparasınız. Uşaqların əlacı kəsildi, Cırtdanı belinə alıb apardılar. Çatdılar meşəyə, öz şələlərini yığdılar, düzəltdilər, yollandılar. Gördülər, Cırtdan yenə də gəlmir. Ay Cırtdan, indi niyə gəlmirsən? Şələ ağırdı. Uşaqlar meşədə şələlərini yığdılar, kürəklərini alıb yollandılar. Gördülər ki, Cırtdan yenə də gəlmir. Dedilər, ay Cırtdan, indi niyə gəlmirsən? Cırtdan dedi, nənəm sizə yağlı çörək vermişdi. Mənim də şələmi özünüzlə aparın. Onlar şələni də götürdülər, kürəklərini aldılar, yollandılar. Az getmişdilər ki, qaranlıq çökdü. Bilmədilər hara getsinlər. Bir tərəfdən işıq gəlirdi, bir tərəfdən iç hürürdü. Dedilər, ay Allah, ha tərəfə gedək biz? Cırtdan dedi, gəlin işıq gələn tərəfə gedək. Bəlkə biz onda yolu tapa bilərik. Onlar birlikdə işıq gələn tərəfə getdilər. Gördülər bir mağaradır və orada bir div yaşayır. Div bunları görüb dedi, nə yaxşı oldu. İndi bunları evə çağıraram, öz mağarama və axşam bunları yeyərəm. Ay uşaqlar, ay uşaqlar, nə olub sizə? Hardasınız, hardan gəlirsiniz? Uşaqlar dedilər, biz yolumuzu azmışıq. Div dedi, gəlin içəri, istirahət edin, sabah yolunuza davam edərsiniz. Div onları içəri dəvət etdi. Onlara yemək verdi, yer göstərdi ki, onlar yatsınlar. Elə ki, yuxuya getdilər, div dedi, bunlardan birini artıq yeyim. Kim yatıb, kim oyaq? Cırtdan tez yerindən qalxdı. Hamı yatıb, Cırtdan oyaq. Div dedi, Cırtdan niyə oyaq? Cırtdan dedi, nənəm mənə yatmamışdan qabaq qayğanaq bişirərdi. Mən onu yeyib yatardım. Div dedi, yaxşı, mən sənə qayğanaq bişirərəm. Div getdi, onun üçün qayğanaq bişirib gəldi. Cırtdan qayğanağı qabağına qoyub yedi doyunca və uzandı yatsın. Div biraz da gözlədi. Dedi, aha, indi yatıblar. Gəldi, yenə yaxınlaşdı. Kim yatıb, kim oyaq? Hamı yatıb, Cırtdan oyaq. Div dedi, axı Cırtdan niyə oyaq? Dedi ki, Cırtdan dedi, nənəm mənə yatmamışdan qabaq xəlbirlə gedib çaydan su gətirərdi. Mən o suyu içib yatardım. Div dedi, yaxşı, mən sənin üçün gətirərəm. Xəlbiri götürüb çaya get. Nə qədər sudan götürdüsə, su xəlbirdən yerə töküldü. Vaxtdan istifadə edən Cırtdan tez dedi, ay uşaqlar, durun ayağa, durun. Div bizi yemək istəyir. Uşaqlar həyəcanla qalxdılar. Tez şələlərini götürüb mağaradan qaçdılar. Gəlib yavaş-yavaş çaydan keçdilər. Səhər artıq açılmışdı. Div uşaqları çayın o səmtində görüb dedi, ay uşaqlar, hara gedirsiniz? Necə gedirsiniz? Necə keçdiniz çaydan? Cırtdan dedi, bura nə var ki? Sən də bizim kimi keçə bilərsən. Div dedi, bəs mən necə keçim? Dedi, nə var ki? Sən dəyirman daşını boynuma salacaqsan, çaydan keçəcəksən. Div buna aldandı, böyük dəyirman daşını boynuna keçirtdi. Amma Cırtdan sudan keçəndə daş ağır olduğuna görə suda batıb getdi. Və Cırtdan öz ağlı ilə öz dostlarını xilas etdi və onlar sevinə-sevinə öz evlərinə qayıtdılar. Hə Cırtdan, nağılım xoşuma gəldi. Nələ gördün, necə mən qəhrəman Cırtdanam, dostlarımı xilas eylədim, ha? Cırtdan, sən bununla ki oynayırsan, bunun dəyərini mən sənə gəl başa salım. Sən bilginən ki, nə ilə oynayırsan hal-hazırda. Bu çox qədimdən bizim bax bu ipək hər ölkədə yoxdur. Bunu biləsən. Yəni çox bəli. Məsələn Azərbaycanda Gəncə və Şamaxıda ən çox ipəkçilik yayılıb və
Gəncə yaylığı yəni ki, nənəndə olmamış olmaz. Hə, deyib Bəli. ki, məndə Gəncə yaylığı var. Bəli, Gəncə yaylıqları çox məşhurdur. Məsələn, Azərbaycanda bu milli sərvət kimi sayılır. Onu məsələn gələn qonaqlarımıza verərik, öz milli sərvətimiz kimi. Ona görə də bu çox dəyərlidir. Sən bunun dəyərini birinci başa düş və onunla o tərəf bu tərəfə bu cür oynama. Çox dəyərlidir ki, onu nənə saxlayıb o cür. Yəni Bir də bilirsən necə faydalıdır? Nəsə demək istəyirdim. Buyur. deyirəm ki, Çiçək bacı, yəni bunun nə xeyri var bizə başa düşmədim. İndi deyirəm. Yəni Bax, ipək məsələn dəri xəstəlikləri olan insanlar üçün çox gözəl bir faydası var. Bilirsən niyə görə? Çünki hava keçirtmə qabiliyyəti var. Qəşəng məsələn yayda isti olanda məsələn o sərin saxlayır, qışda soyuq olanda isidir. Məxsusi belə qabiliyyəti var. İndi yəni o bizlə danışa bilir parça, hə? Yaylıq. Yox. Ay ipək yaylıq. İndi mənə soyuqdur. Məni isidə bilərsənmi? Hə? Desəm, o məni isidəcək. Canlıdır Yox. yəni. Hayır cırtdan. Hər yerdə bir xəyal qurur, qəşəng öz üçün düzəldir. Cırtdan yox. Bu bilirsən nədir? Parçanın öz keyfiyyəti bu cürdür. Yəni o cürdür ki, məsələn ikinci dəri kimidir insan bədənində. Çox faydası var. Əslində o təbiidir deyə, təbii yolla hazırlanır, təbii canlı varlıq düzəldir deyə o sapları. Ona görə bu belə bir qabiliyyətə malikdir. Deməli belə. Bəli. Çiçək bacı, bəs ipəkdən tək yaylıq olur? Yoxsa başqa şeylər? Yox, ipək xalçalarımız var. Aha! Məsələn, ipək örtüklər var. Tək paltar deyil. Ancaq paltar, yaylıq deyil. Çox məsələn ipək xalça görmüsən heç olmamış olmaz sizin kənddə. Nənəmin yaylıqlarını görmüşəm. İpək parça deyəsən, hə, görmüşəm deyəsən. Xalça deyirəm. İpək xalça. Aha, xalça. Bəli. Nənəm Çox demişdi. qəşəng olur. Belə görünüşü belə gözəl olur. Mənim çox xoşum gəlir. Nənəm demişdi, bəlkə də var bizdə. Yəni mən çox diqqət eləməmişəm ona. Aha. Mənim Nənəvə üçün- deyərsən, sənə onların hamısını göstərsin. Siz də uşaqlar nənələrinizdən, analarınızdan bu barədə soruşun, sizə məlumatlandırsınlar. Zəng gəlir Çiçək bacı, zəng. Zəng gəlir. Uşaqlar, gedək müsabiqəyə. Sən gedək uşaqlar. Aşağıdakı nömrələrə müsabiqə üçün müraciət eləmək yadınızdan çıxmasın ha. Mütləq. Getdik. Getdi. Mən balaca Salam dostum. Salam. Necəsən? Mən cırtdanam. Yaxşıyam. Sənin adın nədir? Nurlan. Nurlan. Neçə yaşın var Nurlan? 5. 5 yaşım var. Hə Nurlan. 5-ci xanamız açılıb. Gəl oyunumuza başlayaq görək hansı oyundur? Aha. Beş yaşım var idi, 5-ci xanamız da açıldı. Hə Nurlan, burada gördüyün oyun bilirsən necədir? Bax, burada qutular var. Bu qutunun içində cavab var. Bu cavabı necə taparıq? Yuxarıda şəkillər gələcək, 3 hərflidir ya, diqqətli ol. Yuxarıda şəkillər gələcək və o şəkillərə uyğun cavabı tapacağıq. Diqqətli ol amma, yaxşı? Yaxşı. Başa düşdün? Hə. Açılsın şəkillər. Gəlsin. Açılsın. Açıl. Aha. Əlcək, papaq, kurtka, qar və qar adamı. Biz bunları hansı fəsildə istifadə edirik? Qaldı. Hansı fəsildə? Qar Fəsilin yarandı. adı nədir? Fəsilin adı. 3 hərflidir. Qış. 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 Baxaq görək doğrudur. Xanalar açılsın. Qış. Cavab doğrudur. Bizdən 70 xal qazandın. Təbrik edirəm səni Nurlan. Keçək o bir oyunumuza. Sağ ol. Sən də sağ ol. Sağ ol.
Hə, dostum. 70 xalımız artıq var. İkinci oyunumuzu seçirik və başlayırıq oyunumuza. La la la. Hansı xananı seçirik? 1. 1. 5. Keçək görək hansı oyunumuzdur? Hə, Nurlan. Qoyun oyunumuzdur. Bilirsən bu oyunu necə oynayacağıq? Bax, qoyunların sayını sayacaqsan. Və bu qoyunların sayını bizə deyəndə qıraqdan canavarın gəliş xəbərini də deməlisən. Yaxşı? Yəni canavar gələndə deyəsən sağdan canavar gəlir, soldan canavar gəlir. Toplan getsin, onu qovsun. Hər canavarın xəbərini bizə deyəndə 10 xal qazanacaqsan. Yaxşı? Başladıq. Qoyunları da saya, unutma. Qoyunlar, canavar. 2. Soldan canavar gəldi. Qaçdıq toplan. Afərin sənə. 10 xal qazandın Nurlan bizdən. Qoyunları da unutma. Canavarları da unutma. Sağ. Sağdan. Sağdan 3'ten gəlir. Canavarların sayını demə. Bizə qoyunların sayını say. Yaxşı, amma canavar gələndə denən ki, sağdan canavar gəldi, soldan canavar gəldi. Qoyunları da say. 3 tane canavar gəlir. Soldan canavar gəldi 3 dənə. Sağdan canavar gəlir. Sonra qoyunları sayaq. La 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 la. 13. Hə, afərin. Cavab doğrudur. Sən sənə bizdən ümumilikdə 70 xal qazandın. Çox sağ ol. Hə, keçə görə ümumi xalımız nə qədərdir? Nurlan, ümumilikdə bizdən 140 xal qazandın. 10 xal da cırtdan sənə hədiyyə verir. Ümumilikdə oldu 150 xalın. Təbrik edirəm səni. Nurlan, cırtdandan 150 manatlıq hədiyyə qazandın. Təbrik edirəm səni. Sağ ol dostum, sağ ol. Sağ ol. Çiçək bacı, Bəli. sən bir söz dedin, dedin ki, bunlar canlı varlıqdan yaranır. Yəni indi bunlar canlıdırsa, yaylıqlar indi xalçalar, yaylıqlar göyə uçacaqlar? Yox, bax cırtdan sən səhv başa düşmüsən. Canlı varlıqdan əmələ gəlir, yəni canlı varlıq düzəldir bu ipək qurdunu, bildinmi? Bax, məsələn, mən burada şəkillərini gətirdim ki, sizin üçün daha yaxşı olsun başa salmaq. Bax, burada bu qurdu görmüsən, cırtdan. O nə qurdudur? Bu ipək qurdu, barama qurdudur. Yəni, ipək qurdu deyilir. Hə, Bax, bu da bunun belə canlı şəkilləridir. Baxın, uşaqlar, yaxşı görürsünüz də yəqin ki. Bax, bu qurd bu cür qəşəng yeyir tut yarpağını. Aha. Tut Nə yarpağı. yarpağıdır o? Hə? Nə yarpağıdır? Tut yarpağı. Tut. Hə, mən də deyəcəm. Tut yarpağını qəşəng yeyir. Yeyəndən sonra bu belə məxsusu belə bir vəziyyətə düşür. Yəni yeyir, sonra başlayır bu vəziyyətə düşür. Özünü birinci hörür yan başına. Məsələn, öz Ev qurur özünə. bəli, ev qurur. Ev Ev qurur, sonra bu vəziyyətə düşür. Amma bu vəziyyətə düşməmiş, axı onun üstünə ipək sap hörüb də, belə deyək, özünə ipəkdən ev tikib baxın. Hə. Onu o vəziyyətə açılmamış bu cür götürürlər, ondan ipək hazırlayırlar. Amma əslində o qalsa axıracan qanad çıxardır.
olur kəpənək. Aa! Bildiyin cırtdan. Bu vəziyyətə düşməmiş, bu vəziyyətə gətirirlər. Bunu mən belə göstərim ki, bax, bu vəziyyətə düşməmiş, bu cür ondan ipək hazırlayırlar. Yəni Çiçək bacı bunu bu halında, barama halında, yəni götürürlər, istifadə edirlər. Bəli. Onu qəşəng, ondan necə ipək də düzəldirlər. maraqlı. Bəli. Necə də maraqlıdır deyirəm Çiçək bacı. Əla. Bəs onlar yəni orada maraqlı gəldi. Yəni qurd kəpənək olur, hə? Çiçək bacı? Bəli, qurd kəpənək olur. Bilmirdim bunu. Onda mən də nə vaxtsa qanatsız olmuşam da mən də. Mən də nə vaxtsa qanad çıxara bilərəm də, hə? Cütdən sən qurdsan. Ay, bunu fantaziyada öldürüb də məni. Mən də qanatsız olmuşam da, o da qanatsız olur əvvəl, sonra yatır, özünə ev qurur, sonra qanadları çıxır. Yox, cırtdan elə deyil. O qurddur, barama qurdudur, ipək qurdudur. Sən cırtdansan. Cırtdan məgər qanad çıxardar. Çiçək Biz bacı, hansımız zəng gəlir. qanad çıxartmışıq sən bu vaxtda da? Zəng gəlir, zəng gəlir. Zəng gəlir. Hə, Görək uşaqlar hansı gedək. uşaqların qanadı çıxıb bizə zəng eləyirlər. Ay cırtdan. Yaxşı uşaqlar, gedək müsabiqəyə. Müsabiqədən sonra bu barədə yaxşı danışarıq. Getdik uşaqlar. Salam dostum. Necəsən? Mənim adım Cırtdandır. Sənin adın nədir bəs? Nərgiz. Nərgiz. Neçə yaşın var? 9. 9. Bilirsən də Cırtdan dostlarını divdən xilas eləyib, hə? Bəli. İndi mən qəhrəman Cırtdan səninlə bərabər oyun oynayıram. Buradakı xanalardan birini seç və oyunumuza başlayaq. 3. 3. Aha, getdik. Hə, Nərgiz. Burada gördüyün qutuların içində müxtəlif əşyalar var. Və sən bu əşyaların içində nə olduğunu bizə deyəcəksən. Yaxşı? 7 dənə doğru cavab deməlisən bizə. Diqqətli ol, diqqətlə bax və başlayaq. Diqqətli bax, açılır xanalar. Bir də açılır, bax diqqətlə bax ha, bir də açıram. Kömək edirəm sənə. Hazırsan? Bəli. Başladıq. Denə. 16 üzüm var idi. 16'da nə var idi? Üzüm. Üzüm, baxaq görək. Aferin. Axır 18-də nədir? Kaktüs var idi. 18'də kaktus. Aferin. Sonra 3-cüdə də pırlanta var idi. nə var? Hansı nömrədə? 3-cüdə 3-cüdə görək. Aferin. Sonra sən dinozavr kimi bir şey var. birincidə görək dinozavurda. Aferin. Sonra var idi. 8'də nə var idi? Banan. Banan. Görək 8'də banandır. Aferin. Tez ol, vaxt gedir. Tez ol. Dostum, vaxt az qalır. Onda nar var idi. Onda nar. Ay, səhv oldu. Sonra tez ol. 3, 2, 1. Bax, tamam oldu. 5 dənə bizdən doğru cavab, xal qazandın. Yəni 50 xalın oldu sənin. Təbrik edirəm. Getdik o bir oyunumuza. Nərgiz, ikinci oyunumuza hazırsan? Bəli. Xananı seç, başlayaq.
Neçə? Dördüncü. Dördüncü. Görək hansı oyundur? Hə, maraqlı oyunlarımızdan biri. Görək sənin qulaqların necə eşidir? Dostum, əgər qulaqların yaxşı eşidirsə, bu qulaqçıqdan gələn səsi mənə tez cavabını deyəcəksən. Hazırsan? Bəli. Başladı. Zəng səs. Nə zənginin səsidir? Telefon. Telefon. Baxaq görək. Aferin sənə. Cavab doğrudur. Telefon. Getdik o bir oyunumuza. Hə dostum, əhsən sənə. Bizdən 120 xal qazandın. Təbrik edirəm səni. Oyunlarımızda aktiv iştirak elədin. Əhsən sənə. Bu da nə deməkdir? O deməkdir ki, 120 manatlıq dəyərində hədiyyə qazandın. Təbrik edirəm səni. Sağ ol. Hə, Çiçək bacı. Bəli. Deyirəm ki, Çiçək bacı, bizə məktəbdə, bir dənə təmsil öyrətmişdilər. Onun mənasını başa düşmürdüm. Amma elə bilirəm ki, elə ipək qurdundan söhbət gedirdi, səhv eləmirəmsə. İndi mən deyim, onu deyəsən Mirzə Ələkbər Sabir yazmışdı. Şair. Hə, deməli bəlkə deyim, sən mənim mənasını başa salasan. Yaxşı olsun, danış görüm. Deməli belə deyirdi də. Bir hörümçək özün çəkib durdu. Dedi fəxr ilə, ey ipək qurdu. Nə xəsilətlə iş görürsən sən? Niyə bunca ağır hörürsən sən? Gəl mənim sənətimdə surətimi, görüb iqrar qıl məharətimi. İşə gircək tamamını hörürəm, az zaman necə çox iş görürəm. Baxdı, güldü ona ipək qurdu, sərzəniş etdi, tənələr vurdu. Dedi bərfərz olsa hər yerdə, toxuyarsan böyük, kiçik pərdə. De görüm onların nədir səməri? Bəlkə də hər kəsə çatır zərəri. Leyk məndə yox isə də sürət, yapdığım işdə var ağır qiymət. Aləmə fayda verir karım, hər kəs istər ola xəridarım. Çətin idi, amma dedim. Əhsən, çox gözəl də dedin. Təşəkkür edirəm. Aferin. Əl çal da Çiçək bacı, əl çal deyirəm ki, çox sağ Düz olun. deyir. Əl çalın Çox sağ olun. uşaqlar. Çox sağ Həqiqətən də olun. çox qəşəng dedi. İndi mən onu sənə izah eləyəcəm. Cırtdan deməli, burada deyir ki, bax, hörümçək də, ipək qurdu da, ikisi də ip hörür də. Elə deyil. İkisində ipi Bunlar var. ikisi də ip hörür. Fəqət burada hörümçək deyir ki, mən səndən sürətli hörürəm. Amma ipək qurdu çox yavaş hörür. Amma o ona fəxr eləyir. Başa düşdün? Yəni hörümçəklər adətən özlərinə tələ qurmaq üçün istifadə Bəli. edirlər çiçək. İndi gəlirəm ora. Bax, bir faydası məsələn yoxdur da, hörümçəyin hördüyünün bir faydası yoxdur. Bunu barama qurdu burada cavabında deyir ki, yəni sənin hördüyün heç kimin işinə bir yaramaz ki, zərəri də var. Məsələn, gedib evin bir küncündə, orada burada qurur və tələ rolunu oynayır da. Amma ipək qurdu nə eləyir? Özündən keçir, öz canından keçir, insanlara fayda verir, onlara xidmət eləyir. Nə qədər yavaş olsa, nə qədər məsələn gec əmələ gəlsə də, amma zəhmətlə əmələ gəlsə də o fayda verir ona. Deməli biz özümüzə ipək qurdunu nümunə götürməliyik. Bəli, ipək qurdunu nümunə götürmək lazımdır. Zəng gəlir. Bəli, zəng gəlir uşaqlar. Gedək müsabiqəyə. Getdi uşaqlar. Getdi. Mən balaca ipək qurduyam. Hey!
yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam. Sənin səsini eşitdim. Lap yaxşı oldum. Hazırsan cırtdanla oyun oynamağa? Hə, Neçə yaşın var idi sənin? 6. 6. Hə, Səccad. İndi buradakı xanalardan birini seç, başlayaq oynamağa, hə? Hə, Başlayaq. Seç. 1, 2, 3, 4, 5, 6. Hansını seçirsən? 3. 3. 3. Açıldı. Hı hı. Hə, dostum, deməli burada xanalar var. Görürsən də bu qutuların içində bir söz çıxacaq. Və biz bu sözü tapmaq üçün yuxarıda sənin köməyinə şəkillər gələcək. O şəkillərə baxacaqsan, aşağıdakı qutunun içindəki cavabı tapacaqsan. Başa düşdün? Hazırsan? Başladıq. Aha, görək bunlar nədir? Bax, bu qutular, bu şəkilləri görürsən də düzdür. Buna uyğun nə ola bilər cavab? 4 hərflidir. Yəni bununla nə iş görürlər? Rəng. Rənglə nə edirlər? Bax, rənglər var. Burada boyadır. Bu da Boya. fırçadır və burada nə edir? Çəkir. Nə çəkir? Bu Rəsim. rəsm. Baxaq. Qutuların içində görək nə çıxacaq. Afərin sənə. Cavab doğrudur. La 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 la. Mənim ağıllı dostum. Səccad, 70 xal qazandın bizdən. İndi sən ikinci oyunu oynamaq istəyirsənsə əgər, bir dənə də xana seç, başlayaq. Hə, Hı, 4. 4. Getdi oyuna. Salam dostum Səccad. Bu oyunda bilirsən də nə edəcəyik? Kasalar var və kasanın altında bir dənə yumurta var. Bu yumurta fırlanacaq və axırda dayanacaq. Və biz o kasanın altında olan yumurtanı tapmalıyıq. Hazırsan? Başa düşdün? Başlayaq. Diqqətli ol, başladı. Diqqətli olaq, görək hardadır. Çox tez-tez gedir, amma diqqətlə baxaq. Hansındadır? 1. 1. Baxaq görək. Afərin! İkincini də oynayaq. Hə, Oynayaq. Diqqətli ol yenə. Diqqətlə baxırıq görək bu yumurta hara gedəcək. La 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 la. La 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 la. 3. 3. Afərin sənə. Mənim diqqətçil dostum. Üçüncünü də oynamaq istəyirsən? Yox. Yox. Başqa oyuna keçək. Başqa oyun bir də nə budur axı? 2 dənə oyun oynayırıq. Birincini oynadıq. Bunu da oynayaq. Oyunumuz tamam olur. Hə? O bir uşaqlar da gözləyir axı. Gedək, oynayaq. Üçüncünü də oynayırıq. Diqqətli ol. Diqqətli ol. Hansındadır? 3. 3. Açaq baxaq görək. Ay, birincidəymiş. Ayıbı yoxdur. Sən bizdən 40 bal qazandın. Təbrik edirəm səni.
Gülə görə ümumi nə qədər xalımız var? Səccad dostum, bizdən 110 xal qazandın. Səni təbrik eləyirəm. Bu da bilirsən də nə deməkdir Səccad? 110 manat dəyərində bizdən hədiyyə qazandın. Təbrik eləyirəm səni. Sağ olun. Dostlarıma da Tamam, denən lütfen. ki, dostlarıma da denən ki, gəlsin, cırtdanla bərabər oyunlar oynasınlar. Yaxşı? Yaxşı. Sağ ol. Cırtdan, deyirəm, mənim başıma bu barədə, bu barama qurdular barəsində bir əhvalat var. İstəsən danışım bunu. Aha. Uşaqlar, siz necə istəyirsiniz? Yaxşı. Barama Deməli, qurdu olmusan sən əvvəl? yox, ay cırtdan. Deməli belə. Bir gün mən əlbəttə balaca idim onda, getmişdim nənəmgilin bağına. Nənəmgilin qəşəng bağı var, qəşəng belə böyük tut ağacları var. Mən də xoşlayırdım ağaca çıxmağı. Çıxdım, oturdum orada ən hündür budaqların birində. Və orada qəşəng böcəklər var idi. Qəşəng belə kəpənəklər, böcəklər var idi. Onlar elə oturmuşdum, onları seyr edirdim. Birdən gördüm ki, bir dənə belə barama, belə uzun bir qurdu var. Belə o qədər qəşəng böcəklər görmüşdüm ki, o mənə belə qəribə gəldi, belə eybəcər gəldi. Dedim ki, nədir, xoşuma gəlmədi görünüşü. Bu nədir, nə gündədir, hə? Belə deyirdin. Yox da, baxın, hə, nəsə belə buna baxdım, bir də gördüm ki, yox, bu tut ağacında onlardan çoxdur. Nəsə bir müddət keçdi, mən hər gün onlara gəlirdim, baxırdım. Bu tut ağacının yarpaqlarını yeyirdilər. Bir müddət keçdi, bunları elə hər gün gördüm ki, yeyirlər. Məsələn, bir müddətdən sonra gördüm, bunların hamısı ki, qurdlar var idi, yumağa dönüblər. Çiçək bacı, onlar yarpaqlar üstündə lap çox idi. Yoxsa elə bir dənə, iki dənə, üç Yox, dənə, ağacın üstündə çoxlu var idi ondan. Onda qurd ağacı olub da, o tut ağacı yox, qurd Yox, ağacı. tut ağacı olub. İndi qulaq as da. Hə, elə ki o vəziyyətə düşdü, mən getdim babamdan soruşdum. Babam mənə dedi ki, bunlar birazdan bunlardan ip almaq olur. Bunlar bizə, bu yumaqlar bizə ip verə bilirlər. Hə, mən də çox maraqlı oldu, necə olur? Babam mənə onu izah elədi. Qəşəng izah elədi, dedi necə alırlar? Həmin o ipək qurdundan danışırdı da. Sonra bir müddətdən sonra gördüm ki, həmin o bəyənmədiyim qurd yumağa çevrilmişdi. Ondan qəşəng bir kəpənək çıxdı. O qədər gözəl idi. Yəni mən dedim, deməzdim ki, o qurddan, o cür belə məsələn qəribə bir görünüşü olan qurddan gözəl bir kəpənək çıxa bilər. Çox qəşəng idi. Elə bir ki, öz yuvasından qəşəng çıxırdı. Elə bir hamıya salam verirdi. Mən çox xoşum gəldi. Rəngarəng olmuşdu. Bəli, çox gözəl olurlar. Hə, cırtdan. Bu da deməli, barama qurdu olurmuş kəpənək. Bəli. Barama qurdu özünə ev qururmuş, özünü bükürmüş ki, heç kim onu görməsin və daha sonra olurmuş kəpənək. Əhsən. Bəli, bu cürdür. Ona görə cırtdan. Ağlıma İpək bu qəşəng qədər- fikirlər gəlir. Nə fikirlər gəlir? Deyirəm, bəlkə mən elə fikirləşirəm ki, çiçək bacı, hamı barama qurdu kimi eləsə, hamının qanadları çıxa bilər. Cırtdan, mən onu dedim axı sənə. Bizdə Nənəmin bəlkə yaylığından istifadə eləyim. Ay cırtdan, ay cırtdan. Orada da onsuz da barama qurdu var da, eşidir məni onsuz da. Deyərəm ki, ay barama qurdu yaylığı. Yo, nə yaylığı idi çiçək bacı? İpək ya, hə, ipək yaylığı. Deyərəm, ay ipək yaylıq. Bəlkə mənə qanad verəsən, nə deyirsən? Paxıl olma, cırtdanla dost ol. İndi başa düşdüm. Sən fikirləşirsən ki, yəni ipəkdən qanad çıxır. Aha. Yox cırtdan.
O qurdun özünə məxsus bir xüsusiyyətidir. Yəni Çıxır. Mən yaxşı, bilirəm. qoy olsun. Çıxır, Uşaqlar, siz çıxır. necə fikirləşirsiniz bu barədə? Sizin də başınıza bu hadisələrdən gəlib, məsələn, maraqlı əhvalatlardan. Bu ipək qurdu barəsində daha çox məlumatınız varsa, bunu bizlə paylaşın. Uşaqlar, qanadlarınızı bizə çəkib göndərin. Ay cırtdan, bəli. O barədə şəkillərinizi, əhvalatlarınızı, maraqlı sözlərinizi bizimlə paylaşın. Harda? Aşağıdakı nömrələrlə uşaqlar. Hə cırtdan, sən indi fikirləşirsən ki, indi sənin qanadın çıxacaq, hə? Sən mənə kömək eləsən, olacaq. Dostlarım, görürəm kömək istəyirsiniz məndən. Deyirsiniz ki, çətindir cırtdan bizə. Bəlkə də biraz bilirik, amma sən biraz bizə kömək eləsən, daha yaxşı cavabı tez deyərik. Ağ çala, qara toxum, əlim ilə əkərəm, dilim ilə biçərəm. Uşaqlar, bunu biz məktəbdə adətən istifadə edirik. Müəllim evə dərs verəndə də istifadə eləyirik. Qələm var orada, dəftər var orada. Biz qələmlə, dəftərlə nə edirik? Tez göndərin. Cırtdan, bu nə vəziyyətdir belə? Salmısan özü. Bu nə daha cırtdan? Cırtdan. Cırtdan kəpənəyə çevrilir. Mane olmayın, indi qanadlarım çıxacaq. Ay cırtdan, bir mənə bax. Baxamıram, çevrilənmirəm çox. Niyə bu günə qalmısan? Qanadların çıxsın. Hə. Ay Barama qurdunun qanadları çıxırsa, mən də oturub bayaqdan gözləyirəm ki, mənim də qanadlarım çıxsın. Cırtdan, sən bunun içində illərlə oturasan, sənin qanadın çıxmayacaq. Hövsələm daraldı, çiçək bacı. Niyə çıxmır axı bu qanadlarım mənim? Çünki sən barama qurdu deyilsən, cırtdansan. Nə fərqi var? O da bürünüb, mən də bürünmüşəm. O fərqi var ki, Ay, açıldı, o qurdu. açıldı. Ay, açıldı, bax, baxım. Babam, qanadlarım Ey, çıxmayacaq. qoy açılsın. Qanadım, düzəldi. Qanadım çıxmayacaq axı, niyə eləyirsən? O qurdu, sən insansan. İnsanların qanadı, görmüsən bu vaxtacan qanadlı insan? Yox, qanadlı insan görməmişəm, yox. Cırtdan, bax, bilirsən necədir? Hə. Biz ətrafımızdakı canlılardan ibrət almalıyıq. Onlara baxıb nələrsə öyrənməliyik. Amma bu bizə lazım olmayan bu işləri görmək lazım deyil. Öyrənəsən, həmin işi təkrar eləyəsən. O canlılar bizim üçün Allah yaradıb ki, onlara biz baxaq, özün əxlaqi, daha gözəl, bizə lazım olan nümunələri götürək. Məsələn, ipək qurdunu gördün də, özünü fəda eləyir, insanlara xidmət eləyir. İllər müəyyən bir müddətdə nə qədər uzun çəkir də, özün bilməmiş olmarsa, məsələn, birinci qidalanır, sonra onu qəşəngcə səliqə ilə özünə ev tikir, sonra orada insanlar götürür, ondan ipək düzəldir, ipək saf düzəldir və parçasından biz istifadə eləyirik. Bu o deməkdir ki, yəni biz onlar kimi olmalıyıq, onlar insanlara xidmət eləməliyik, ətrafa faydamız olmalıdır. İndi çiçək bacı, bir də yaxınlaş gör, bəlkə qanadım çıxıbdı mənim. Qanadım çıxsın, faydam toxunsun da cəmaata. Bəs mənim qanadım çıxmasa insanlara faydam olmaz ki. Uçardım belə Ay cırtdan, sənin başqa cür faydaların toxuna bilər. Məsələn, sən ipək qurdudan bax da qulaq asırsan mənə. Gəzə bilmirəm, hoppanıram. Dayan da. Hoppa. Baxırsan cırtdan. Sən ipək qurdudan bax, mən bir dənə söz dedim. Nə götürməlisən, nə ibrət götürməlisən? Deyirəm, bəlkə uşaqlar bizə yazsınlar, göndərsinlər aşağıdakı nömrələrə ipək qurdu haqqında, barama qurdu haqqında, görüblərsə kəpənəyi necə çıxır, şəkillərini çəksinlər, göndərsinlər, mövzumuz haqqında fikirlərini bildirsinlər və heç nə, bizə baxaq, oxuyaq. Bəli, oxuyaq və siz də bu barədə, məsələn, bu mövzumuz barədə öz sözlərinizi bildirin. Görəsən sizin üçün hansı ibrətlər var? Daha hansı ibrətləri götürürsünüz təbiətdən, ətrafınızdan, heyvanlardan, böcəklərdən? O barədə mütləq bizə yazın. Bizim üçün çox maraqlıdır. Və bu aşağıdakı nömrələr bilirsiniz də, təkcə bu fikirlər üçün deyil. Tapmacanın cavabı və müsabiqədə iştirak etmək üçün
bu nömrələrə müraciət edirsiniz. Çiçək bacı, gəl mən kömək elə. Sağ olun uşaqlar, mən gedirəm. olun. Mən də gedim bunu açım. Ay çiçək bacı, gəl kömək elə mən bunu açım. Hoppa. Gəlin. Hop, Deyən. hop. Ay cırtdan, mən neyniyim sənin əlindən? Bura gəl görüm. La 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 la, barama qurdu.